Dəyərli həmvətənlər, bu dəqiqə sizin üçün %100 bilinən bir maraqlı məlumatı daha doğrusu gəlib, bunu paylaşacağım. Müğənni Nəfəsi tanıyırsınız. Bilirsiniz ki, onsuz da Azərbaycanda bu dəqiqə telekanalizasiyalarda ancaq müğənnilər oxuyur, çalır. Və təbii ki, bu müğənniləri də saxlayan bir qüvvə var. Əlbəttə ki, bu müğənniləri ya həcilər, ya da ki, hansısa iri buynuzlu nazirlər, məmurlar saxlayır. Bugün isə Nəfəsi indi sizə sual yaramilər ki, bu dəqiqə bu ailəsindən boşanmış, 2 uşağını ilə boşanmış bu Nəfəsi kim saxlaya bilər? Əlbəttə ki, müğənni Nəfəsi məlumat mənbə deyir və nələr olub? Bəyənin, paylaşın. Müğənni Nəfəsi deməli, dəyərli həmvətənlər, məlumatı oxuyuram. Müğənni Nəfəsi prezident aparatının rəhbəri Hikmət Hacıyev saxlayır. Bəli. Hətta bunlar o qədər yaxından münasibətdə olublar ki, hətta Nəfəs Hikmət Hacıyevdən hamilə də qalıb. Və bunu deməli eşidən Hikmətin erməni əsilli arvadının qulağına çatır və gecəliklə Nəfəsi bir neçə həftəlik olan Nəfəsi o ki var döyüb, it balası kimi Nəfəsi döyüb və Nəfəs uşağını itiribdir. Tələf olub uşağı qarnında. Və deməli, dəyərli həmvətənlər, onu da qeyd edir ki, Hikmət Hacıyev Nəfəsi bu yerə qədər gətirən Hikmət Hacıyevdir və ona milyonlarla pul xərcləyib. Dediyim kimi, Hikmət Hacıyevin arvadı gəlib Nəfəsi o qədər döyüb, qarnına təpik, nə bilim nə və uşağı düşüb Nəfəsin. Və Nəfəs sözsüz ki, bunu məhkəməyə verə bilməz. Hikmət Hacıyev kim, Nəfəs kim? Və bu söhbət İkinci bir hissəsi isə bu söhbət Bəylər Əyibova gedib çatıb, dəyərli həmvətənlər. Bəylər Əyibov bilirsiniz, Yezdi Kürd. Və yadınızda 2020-ci il döyüşlərində xalqın gözündə dırnaqarası sevilirdi Hikmət Hacıyev. Və Bəylər Əyibov o vaxtı çağırıb bunu şapalaqlanmış ki, sən kimsən ki, özünü xalqa sevdirirsən, nə bilim və s. və ilaxır. Və bu dəfə də Bəylər Əyibov Hikmət Hacıyevi çağırıb şapalaqlayıb döyüb ki, bəs sən bilmirsən, ay küçük, müğənniləri monopoliyasına mən baxıram, müğənniləri valikə mən çıxardıram, nazirlərə mən çıxardıram. Yəni, Azərbaycanda müğənnilərin papa qərənfilliyi ilə, mamarozalığı ilə, paparozalığı ilə sadəcə mən məşğul olam. Və Bəylər Əyibov it balası kimi döyübdü Hikmət Hacıyevi və hətta bu yaxınlarda da yoxa çıxmışdı. Yadınızdadırmı? Hikmət Hacıyev bir ara yoxa çıxmışdı. Və onun da səbəbi bu idi. Həmin bu müğənni Nəfəs teması bəylər ortaya girmişdi. Demiş ki, müğənniləri mən çıxardıram, valikə sən kimsən ki, kimisə saxlayasan, məndən icazəsiz, nə bilim nə. Bax belə dəyərləmədim. Bu xalqımıza belə şeylər maraqlıdır. Ona görə bu məlumatlar içindən seçdim. Mən də paylaşdım ki, siz də paylaşın. Görün Azərbaycan nə gündədir dəyərli həmvətənlər. Sizin milyardlarınızı, neftdən gələn milyardları Hikmət Hacıyev kimlər, şərəfsizlər, oğraşlar, arvadı erməni əsilli olanlar bugün hansısa əxlaqsız Nəfəs kimi qəhbələrə, cırıqlara xərcləməklə məşğuldur. Milyardları ora talamaqla talayıb, onları xərcləməklə, onları müəyyən bir yuxarı üst səviyyəyə gətirib, populyar ulduz eləməyə xərcləyirlər Azərbaycan xalqı. Sən isə bugün qiymət artır, bütün sahələrdə buna reaksiya bildirmirsən. Balan gözünün acını, gözünün qabağında acını ölür. Yenə də susursan Azərbaycan xalqı. Amma Hikmətlər və digər nazirlər isə qəhbə müğənnilərə milyardlar xərcləyir. Nəfəs kimi cırıqlara.